Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gündüz xeyirli olsun inşallah. Əyyam-ı Fatimə günlərindəyik. Bu münasibətlə başda zəmanə imamı olmaqla siz əzizlərə başsağlığı diləyirəm. Əyyam-ı Fatimə dediyimiz kimi xanım Həzrəti Fatimə salamullah əleyha aid olan günlərdir. Bu günlərdə yaxşı olar ki, müsəlman dünyasında o xanımın adı, yadı və fəaliyyətləri zikr olsun. Əgər yadınızdadırsa, biz keçən bəhsimizdə bunu vurğuladıq ki, Şiə baxışından 14 məsum kamildir. Kamilliyin də tərifini dedik ki, hər bir cəhətdən üstündür. Həm ibadətdə üstün, həm siyasətdə üstün, həm əxlaqda üstün, həm ailə tərbiyəsində, uşaq tərbiyəsində üstün. Demək, bizim zehnimizdə hər hansı bir məsumun müəyyən bir obrazı formalaşırsa, bu bizim etiqadımızla düz gəlmir. Bəlkə etiqadımızı, bəlkə fikrimizi, düşüncəmizi, baxışımızı etiqadımıza uyğun formalaşdırmalıyıq. Necə ki, etiqadımız budur ki, onlar hər bir cəhətdən kamildir. Baxışımız da, onların obrazları da hər bir cəhətdən olmalıdır, əhatəli olmalıdır. Məsəl üçün, keçən dəfə misal vurduq ki, Həzrət Əleyhisselamı yalnız və yalnız şücaət obrazını vermək, Həzrəti Əli əleyhissalam deyərkən yalnız şücaət obrazı gözümüzə canlanması, bu bizim əqidəmizlə ziddiyyət təşkil edir. Bəlkə Həzrəti Əli əleyhissalam deyəndə hər bir cəhətdən insanı Allaha tərəf çəkən hər bir üstün xüsusiyyət canlanmalıdır. Və mövzumuz xanım Fatimə salamullah əleyhi olduğu üçün ondan danışırdıq, o Həzrətdən danışırdıq və dedik ki, xanım Fatimənin ailə münasibəti tərbiyə, əxlaqi mövzudan daha çox bir etiqadi mövzudur, kəlami bir mövzudur. Çünki burada müəyyən bir şübhələr var, onlar cavablanmasa edə bilmərik ki, bu xanımdan biz örnək, nümunə götürək. Və bunu da dedik ki, Həzrəti İslam Peyğəmbərinin sallallahu aleyhi və aleyhi və səlləmin ailə institutu barəsində əsas işi öz qızını evləndirməsi olmuşdu. Yəni, öz qızını evləndirənə qədər nəzəri olaraq müəyyən məsələləri vurğulamışdı. Amma əməli olaraq necə ailə qurmaq lazımdır, bunu demək olar ki, göstərməmişdi. Baxın, Qur'an-ı Kərimdə ilk olaraq ailə barəsində bir neçə ayə var. Yəni, ailə institutunun meyarlarını dəyişən, cahiliyyət dönəmi ilə fərqləndirən. O ayələrdən tam olaraq biri budur ki, ailə qurarkən, yəni kişi və qadın arasında əsas meyar və şərtlərdən biri İslam və imandır. Yəni, hər iki tərəf müsəlman olmalıdır, hər iki tərəf mömin olmalıdır. Və eyni zamanda hər iki tərəf İslam və müsəlman və mömin olmaqla yanaşı, bir-birinin əqidəsinə, bir-birinin əqidəsinin inkişafına, imanın inkişafına kömək etməlidirlər. Bu ilk dəfə olaraq Qur'an-ı Kərim tərəfindən bəşəriyyətə ərmağan olundu ki, evlənərkən əqidə müştərəkliyi, əqidə uyğunluğu lazımdır. Bu nəzəri olaraq Qur'an-ı Kərimin ayələrində özünü tapdı. Amma əməli olaraq dediyim kimi, tam olaraq Həzrəti İslam Peyğəmbəri bunu öz qızı xanım Fatimə vasitəsilə əmələ keçirdi. Mən bir hədis deyim, tam olaraq mövzumu çatdırmaq üçün. Deyəcəyim hədis bir çox əhl-i sünnə mənbələrində gəlib, hədis mənbələrində gəlib. Mən onların birindən sizə nəql edirəm. Əbu Hatəmin Səhih İbn Hibban əsərindən. Əbu Hatəm bu rəvayəti Ənəs İbn Malikdən, Peyğəmbər sahabəsindən nəql edir. Bu rəvayət, yəni 4-5 əhl-i sünnə kitabında keçmişdir. Bu rəvayəti deməmişdən qabaq bunu da xatırladım ki, baxın, xanım Fatimə Məkkədən Mədiniyə hicrət etdikdən sonra ilk növbədə Peyğəmbərin qızı olduğu üçün və eyni zamanda Peyğəmbərin ona sonsuz, xüsusi sevgi bəslədiyi üçün və eyni zamanda xanım Fatimənin özünün bir xanım olaraq üstünlüyü səbəb olmuşdu ki, bir çox müsəlmanlar onunla evlənmək niyyətinə düşmüşdü. Yəni, xanım Fatimə ictimai cəhətdən üstün bir şəxs idi. Dediyim kimi, həm Peyğəmbər qızı idi,
həm Peyğəmbər ona sevgisini göstərirdi və eyni zamanda özü də bir xanım olaraq üstün bir şəxs idi. Və belə bir xanımla evlənmək təbii olaraq hər bir şəxsin, yəni o dönəmdə əsas istəklərindən biri idi ki, onunla evlənsin, ictimai nüfuzu artsın. Buna görə də bir çox şəxslər, yəni nüfuzlu şəxslər Peyğəmbərdən gəlib onun qızını istəmişlər. Bu şəxslərdən ikisi də Əbu Bəkir və Ömərdir. Bunlar Peyğəmbərin yanına gələrək ondan öz qızını istəmişlər. İbn Hatəm belə nəql edir macəranı. Cəə Əbu Bəkir ilə nəbi fəqəədə beynə yədəy. Əbu Bəkir Peyğəmbərin məhzərinə gəldi və onun yanında oturdu. Fəqalə ya Rəsuləllah. Dedi, ey Allahın Rəsulu. Qad alimtə münasəhəti və qidəmi fil İslam. Ya Peyğəmbər, sən mənim İslamda olan işlərimi, mübarizəmi bilirsən. Yəni, mən İslam üçün nələr etmişəm. Və inni, mən filan şəxsə, mənim qəbiləm filandır, yəni mən bu xüsusiyyətlərə sahibəm. Başlayır öz xüsusiyyətlərini saymağa, yəni o dönəmə uyğun üstün xüsusiyyətlərini saymağa. Peyğəmbər buyurur ki, وَمَا زَاكَ Bunları niyə görə deyirsən? Yəni hədəfi nədir bunları deməkdən? Əbu Bəkir buyurur ki, تُزَوْزِينِ Fatimətə Məni qızın Fatimə ilə evləndir. Fəsəkətə ənhu. Peyğəmbər sakit olur, yəni başını salır, yəni öz narazılığını bildirir və Əbu Bəkir gedir Ömərin yanına deyir ki, ya Ömər, mən həlak oldum, Peyğəmbər məni həlak elədi, məndən üst çevirdi. Dedi, niyə görə? Deyir, getdim, bu öz üstünlüklərimi dedim ona ki, qızını mənə versin, məndən evləndirsin, o razı olmadı. Ömər deyir ki, onda mən gedəcəm onun yanına. Həmən təbirlə Ömər gəlir Peyğəmbərin yanına, deyir, ya Peyğəmbər, sən bilirsən mənim İslam üçün etdiklərimi, mən filan kəsəm, mən filan kəsin oğluyam, mənim işim budur. Peyğəmbər deyir ki, bunları niyə görə deyirsən? Deyir ki, mən istəyirəm ki, sənin qızın Fatimə ilə evlənir. Peyğəmbər bundan da üzün çevirir, bu da gəlir. Çox maraqlıdır. Ömər Əbu Bəkirə deyir ki, Əbu Bəkir Ömərdən soruşur ki, sənə nə dedi? Ömər deyir ki, İnnəhu yəntəziru əmrəllahə fiha. Peyğəmbər öz qızını evləndirməkdə Allahın əmrini gözləyir. Baxın, xanım Fatimənin ictimai cəhətdən nüfuzu çoxdur. Onunla evlənmək istəyənlər çoxdur. Peyğəmbər xanım Fatimənin vasitəsilə istəyir ailə məsələlərini, ailə institutunun meyarlarını dəyişər. Bunlar hansı meyarlarla gəlmişdilər? Müxtəlif cahiliyyət dönəmində üstün sayılan məsələlərlə. Məsəl üçün, mən qəbildən filan kəsdir, mən İslama bu qədər yatırım etmişəm, mən İslam üçün bu qədər dəvə bağışlamışam. Bu kimi məsələləri saymaqla istəyirlər ki, Peyğəmbərin razılığını alsınlar və öz uyğunluqlarını göstərsinlər. Yəni, xanım Fatimə ilə güya bunlar uyğundur. Peyğəmbər nə deyir? Deyir, mən bu işdə Allahın əmrini gözləyirəm. İlahi əmir var. Baxın, əzizlər, Peyğəmbər ailə institutunun meyarlarını dəyişmək üçün xanım Fatimədən istifadə etmişdir və ilk dəfə Peyğəmbər Həzrət xanım Fatimənin evliliyi barəsində bu cümləni işlətmişdi. Evlilik anlayışı barəsində buyurmuşdu ki, qızım Fatimə üçün sizlərdən həm kuf və kufuviyyət yoxdur. Kufuviyyət ərəb sözüdür, yəni uyğun. Yəni sizlərin heç biriniz mənim qızımla evlənməkdə uyğunluq və münasibət yoxdur. Demək, Peyğəmbər ilk dəfə ailə institutu barəsində uyğunluqdan danışmışdı, söz açmışdı. Uyğunluq nədir? İndi bunu inşallah gələn bəhslərdə biz deyəcəyik və bu rəvayətlərin xanım Fatimənin ömrünün sonu ilə nə kimi əlaqəsi ola bilər? Yəni, bu şəxslər bildiyiniz kimi İslam dünyasında nüfuzlu şəxslər idilər. Peyğəmbərdən sonra bu şəxslər Əbu Bəkir və Ömər İslam dünyasının siyasi xilafətini ələ keçirmişdilər və bildiyimiz kimi bunların Peyğəmbərdən sonra xanım Fatimə ilə münasibətləri heç yaxşı olmamışdı. Olmaya ki, bunların xanım Fatiməyə olan kinləri elə bu dönəmlərdən qaynaqlanmış olsun. Bu barədə inşallah gələn
mövzularda siz əzizlərin diqqətinə çatdıracağıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.